Qarşılıqlı əksəriyyətlər cütünü göstərin. Qarşılıqlı əksəriyyətlər cəmi sıfıra bərabər olan ədədlərdir. Burada isə bu A variantındadır. Yəni -3 və 3. Cavab A-dır. Arzu 18 km yol getdikdən sonra yolun 3-dəki hissəsi qaldı. Arzu neçə kilometr yol getməli idi? Deməli 18 km yolun 3də 1 hissəsidir. 3də 1-i 18 olan ədədi tapmaq üçün 18-i 3də 1-ə bölürük. Yəni 18 vur 3, 54. Cavab B variantı. Bölünən 9 natamam qismət 8 olarsa, bölünənin ən böyük qiymətini tapın. Bölünəni tapmaq üçün bölənin natamam qismətə vurub üstünə qalığı gəlməliyik. Qalıq bilirik ki, böləndən kiçik olmalıdır. Yəni bizdə qalıq 9-dan kiçik olmalıdır. Deməli, qalıq ən çox 8 ola bilər. Onda bölünənin ən böyük qiyməti 9 vur 8, üstə gəl 8. Eləcək 80. Cavab Y variantı. Aşağıdakı təkliflərdən hansı doğru deyil? Hər bir natural ədəd tam ədəddir. Doğrudur. Hər bir natural ədəd rasional ədəddir. Doğrudur. Hər bir rasional ədəd həqiqi ədəddir. Doğrudur. Hər bir tam ədəd rasional ədəddir. Doğrudur. Hər bir rasional ədəd irrasional ədəddir. Yanlışdır. Cavab Y variantı. Bucağın tərəfləri arasından keçən şüa onun kiçiyinin dərəcə ölçüsü 35 dərəcə olan iki bucağı ayırır və bu verilən bucağın 11-də 5-ini təşkil edir. Deməli, biz 11-də 5-i 35 olan bucağı tapmalıyıq. 11-də 5x bərabərdir 35. X bərabərdir 35 vurulsun 5-də 11. Burada ixtisar yaparsaq, cavab 77 B variantı. 50% ilə 45%-nin fərqi 12 olan ədədi tapın. 50% ilə 45%-nin fərqi 5% edər. 5%-i 12 olan ədədi biz tapmalıyıq. Deməli 100%-i x-dir. X bərabərdir 12 vur 100 bölünsün 5. 5-dən 100 ixtisar gedir. 20 alarıq. 20-ni 12-yə vursaq 240 alırıq. Cavab Y variantı. Əkop 180-120-ni tapın. 180 və 120-dən ortaq vuruq çıxardaq. Hər ikisi 60-a bölünür. 60-ı ortaq vuruq çıxarsaq əkop 3 və 2 qalırıq. 3 və 2 qarşılıqlı sadə ədədlər olduğundan onların əkobu onların hasilidir. Yəni bu 6 olacaq. 60 vurı 6 bərabərdir 360. Cavab A variantı. Kitabxanaya gətirilən 300 kitabın 27%-i fizika, qalanları riyaziyyat kitabıdır. Neçə riyaziyyat kitabı gətirilmişdir? Deməli, riyaziyyat kitabları 100 çıxılsın 27 bərabərdir 83'dür. Daha doğrusu 73% edir. Deməli biz 300-ün 73%-ni tapmalıyıq. 300 vurulsun %73. İxtisar getsə burada 3 qalacaq. 3 və 3'ü 73'ə vursaq 219 edər. Cavab D variantı. A bərabərdir 10 vurulsun 15 vurulsun 21 ədədinin neçə sadə vurğu var? A bərabərdir 2 vurulsun 5, 3 vurulsun 5, 3 vurulsun 7. Neçə sadə vurğu var? Təbii ki 2, 2, 2, 6 sadə vurğu var. Cavab C variantı. Düz xətt üzərində ABCD nöqtələri ardıcıl qeyd olunmuşdur. A, B, C və D.
qeyd olunmuşdur. AC 15, BD 18'dir. AD 26'dır. BS'nin uzunluğunu tapın. Təbii ki, biz müxtəlif üsullarla yaza bilərik. 15 və 18'i toplasaq, bu eləyəcək 33. 33'dən 26 çıxıb bunu tapa bilərik. Yəni 7 olacaq. Bu bir üsul. Və yaxud da 26'dan 15'i çıxsaq, biz CD'ni tapmış oluruq. Yəni bu eləyəcək 11. Sonra 18'dən 11'i çıxarıq. 7. Cavab B variantı. Hesablayın. Mənfi 3,2 modulda üstəgəl 3,2'nin modulu çıxılsın. Modulda mənfi 2,5 olsun 4. Mənfi 3,2 modulu 3,2 olacaq. 3,2'nin modulu 3,2'ye bərabər olacaq. Çıxılsın. Bu modul daxilindəki ifadə mənfi 10'a bərabərdir. Mənfi 10 modulda 10'dur. Deməli 6,4'dən 10 çıxsaq, mənfi 3,6. Cavab Y variantı. Ədəd oxunda 12 ədədindən 8 vahid məsafədə yerləşən ədədlərin cəmini tapın. Ədəd oxunda 12 ədədindən sağ tərəfdə 8 vahid məsafədə yerləşən ədəd 12 plus 8 bərabərdir 20'dir. Sol tərəfdə yerləşən ədəd isə 12 çıxı 8 bərabər 4'dür. Bu ədədlərin cəmi 20 üstəgəl 4 bərabərdir 24 olar. Cavab Y variantı. Verilən şərtlərə əsasən ABC-nin işarəsini tapmaq tələb olunur. A kubu C sıfırdan böyükdürsə, buradan A və C'nin işarəsini biz deyə bilmərik. Amma A, B kvadratı sıfırdan böyükdürsə, buradan deyə bilərik ki, A müsbətdir. Onda biz birinciyə qayıtsaq, A müsbətdirsə, A kubu müsbətdir, deməli C də müsbətdir. Üçüncü ifadə C kubu B mənfi olduğundan, C müsbət olduğundan C kubu müsbətdir. Deməli B mənfi olacaq. Deməli ABC-nin işarəsi müsbət, mənfi, müsbət şəklində olacaq. Bu isə B variantında verilmişdir. X, Y, Z natural ədədlər 5Y bərabər 4Z, X bərabər 7Z olarsa, X plus Y plus Z cəminin ən kiçik qiymətini tapın. 5Y 4Z-ə bərabərdirsə, burada bu şərti ödəyən ən kiçik natural ədədlər Y4, Z 5'dir. X 7Z olduğundan o da 35 olacaq. Deməli, X plus Y plus Z'in ən kiçik qiyməti 4 üstəgəl 35 üstəgəl 5 olacaq. O da eləyəcək 44, yəni B variantı. A böyük bərabər B olarsa, A modulda A minus B üstəgəl modulda B minus 2A ifadəsini sadələşdirin. Əvvəlcə modul daxilindəki ifadələrin işarəsini müəyyənləşdirək. A minus B müsbətdir. B minus 2A isə mənfidir. Müsbət olduğuna görə birinci ifadənin modulu özünə bərabərdir. A minus B üstəgəl. Digər ifadənin modulu isə 2A minus B-yə bərabər olacaq. Buradan nəticə alırıq ki, 3A çıx 2B. Cavab C variantı. Kəsirlərdə neçəsi sonlu onluq kəsir şəklində göstərilə bilər? Bu kəsirlər hər biri sadə kəsirlərdir. Yəni, sürət və məxrəc qarşılığı sadədir. Bu cür kəsirlərin sonlu onluq kəsir şəklində göstərilə bilməsi üçün onların məxrəcinin sadə vuruqları 2, 5 və ya 2 və 5'in qarşılığı olmalıdır. Birinci ədəddə məxrəc 16'dır. 16 2'nin vuruqlarıdır.
Yəni 16-nın sadə vurğuları hamısı 2-dir. Deməli bu olar. 15-in sadə vurğuları 3 vur 5 olduğundan bu ola bilməz. Çünki burada 3 var. 25-in sadə vurğuları 5 vur 5 olduğundan ola bilər. Deməli bu kəsir sonlu onluq kəsir kimi göstərilə bilir. 21 3 vur 7-dir. Ola bilməz. 50 2 vur 5 vur 5'dir. Bu isə ola bilər. Yəni kəsirlərdən 3'ü sonlu onluq kəsir şəklində göstərilə bilər. Cavab 3. Şəkildə A paraleldir B, beta 125 dərəcə olarsa alfanı tapın. Beta 125 dərəcədirsə, onda alfanın qonşusu da 125 dərəcədir. Uyğun bucaqdır beta bucağı ilə. Və alfa bucağı bərabərdir 180 çıxı 125 55 dərəcə. Cavab 55. Qonşu bucaqların tənbölənləri arasındakı bucağı tapın. Qonşu bucaqların cəmi 180 dərəcə olduğundan onların tənbölənləri arasındakı bucaq da 90 dərəcə olacaq. Cavab yəni 180 bölü 2. Cavab 90'dır. İki müsbət ədədin birini 20%, digərini 50% artırsaq, onların hasili neçə faiz artar? Deməli, ədədlərdən biri A, biri B olsun. Onların hasili A vur B'dir. A'nı 20% artırsaq 1,2A olacaq. B'ni 50% artırsaq 1,5A olacaq. Bir tamamda 5B olacaq. Bunların hasili isə olacaq 1,8 AB. Bu isə AB'nin 180%'dir. Yəni 80% artacaq. Cavab 80. Şəkildə A paraleldir B olarsa alfanı tapın. Burada alfanın qonşu bucağına bir x desək, x plus 20 bərabərdir 60 olduğunu bilirik. X bərabərdir 40 olar. Alfa bərabərdir 180 çıx 40. 140 olar. Cavab 140. 4n kvadratı bərabərdir 140m bərabərliyindən n'in hasilini tapın. Aydındır ki, sağ tərəfdəki ədəd 4'ə bölünməlidir. 4'ə bölünməlidir və 4'ə bölünəndən sonra alınan ədəd müəyyən bir natural ədədin kvadratı olmalıdır. 4'ə bölünmə əlamətinə görə m ya 0 ya 4 ya da 8 olmalıdır. Əgər m 0 olsa n kvadrat olacaq 140 bölü 4. Yəni edəcək 35, bu ola bilməz. M 4 olsa n kvadrat olacaq 140 bölünsün 144 bölünsün 4 36 olacaq. Bu isə ola bilər. Buradan n 6 alırıq. N kvadratı 3-cü halda 148 bölü 4. Yəni 148'i 4'ə bölsək alırıq 37. Bu isə ola bilməz. Yəni kvadratı 37 bərabər olan natural ədəd yoxdur. Deməli n 6'ya bərabərdir. Cavab 6. N 6'dır. Bizdə nm hasili istənilir. M də bizdə
4 oldu. Tabii ki bu halı götürdük. N vur M olacak 24. Cevap 24'tür. Bir işi Zakir təhlikdə 8 günə, Həsənlə birlikdə isə 6 günə yerinə yetirir. Həsən bu işi təhlikdə neçə günə yerinə yetirir? Bir günə Zakir işin 8-də 1 hissəsini, Həsən isə bilmirik neçə gün, ona görə x-də 1 hissəsini yerinə yetirir. İkisi birlikdə isə 6-da 1 hissəsini yerinə yetirir. Buradan x-də 1 bərabərdir. 6-da 1 çıx 8-də 1. 24'də 1 eləyəcək. X bərabərdir 24 alırıq. Cavab 24. Açıq bucağın təpə nöqtəsindən çıxan iki şua onun dərəcə ölçüləri 1, 2 və 6 nisbətində olan 3 bucağa ayırır. Alınan kiçik bucağı tapın. Açıq bucağın deməli təpə nöqtəsindən çıxan iki şua onu 3 hissəyə ayırır. Və bu bucaqlar 1, 2, 6 nisbətindədir. Yəni x üstəgəl 2x üstəgəl 6x bərabər 180. 9x bərabər 180. X bərabər 20. Kiçik bucaq elə x-dir. Cavab 20-dir. Usta görəcəyi işin əvvəlcə 20%-ni, sonra qalan işin 30%-ni yerinə yetirdi. İşin neçə faizi qaldı? 20%-ni yerinə yetirdisə 80% qaldı. Yəni 0,8 hissəsi. Onun da 30%. Yəni 80'in 30%. %24 eder. 80'den 24 çıxsaq alırıq 56. Deməli, işin 56%-i qalar. Cavab 56. A və B ədədlərinin ədədi ortası 24, C və D ədədlərinin ədədi ortası isə 48'dir. A, B, C, D ədədlərinin ədədi ortasını tapın. Deməli, A plus B bölü 2 24'dür. Onda A plus B 48 olacaq. C plus D bölü 2 48'dir. Onda C plus D 96'dır. Onda A plus B plus C plus D bölü 4 bərabər olacaq. Yəni A, B, C ədədlərinin ədəd ortası 48 plus 96 bölü 4. 48 ilə 96'nı toplasaq 144 eder. 144 bölü 4 36 olur. Cavab 36.